Kababımız oynasın. Salam xalanızız. Sağlam. Yaxşı olsun. Siz de suyu özünüzle getirirsiniz. Orada soğuk değildi. Ben alışanda diyordun soğuk da bu. Şu şaxta var ya. Hatta kıştan sen de saboy kimi. Saboy diye soğuktu ne? Kış soğuk olur değil mi? Soğuk olsun istemiyorlar. Əsl Belə də bizdə küncə evdir deyə biraz çətinlik çəkirik isitməyə. Kombini 70-ə də qoyursan yenə də biraz sərinlik var. Görək onun çarəsini tapacaq. Bir də hə, bir əlin yanar ay bala. Bir də elə eləyiblər ki, divarların diblərindən şey gəlir, külək gəlir. Yaxşı eləməyiblər bir divarları. İndi görək oranı biraz əl gəzdirmək lazımdır onu. Diblərə elə bil o... Sən nə gəzirsən? Gedəyin, necəyin? Kurtka yatdığımız otaqda. Gedürəm, getcəyincə. Nə? Göz çək. Uşaq elə azarlı idi, təzəyçim aldı onu. Onun ceyində də nə olar, başına dönür. Marif bəyər tutu deyə kəsəcəm, kəsmir mi? Parada oldu duruzda. Çok işlədi. Zinciri kəsdi, tutu da elə az qaldı ki, tutdular, düşə yerin orada da qaldı. Çevrirdəki. Nətərsən? Yola eləm də Bomba kimi. Yaxşısan, üşümürsən? Məncə üşüyürsən, demirsən. Özünə sığışdırmırsan ki, sənə soyuq olmasın. Güvəş sənə soyuq. Ay bala, linyon olur. Bu gənc oğlanın 15 yaşı var. Hə? 15 yaşın vardı. 16, yalan danışma, 15'dir. 15'dir, 16'dir. Yani hava belə dediyim şimdi mən də bu burada da əlim qoyun şey olmur. Ancaq gətir. Bu hələ çıxmır. Bəlkə çarpı baba gəlir. O da heç inanmıram. Kim gəlir, hara gəlir, niyə gəlir, nə var? Olmaz kəsi ki, onlar gələ qarabayla. Sürəcəm də darvazanın altında. Hə, da əl gəzdirərsən. Hələ ki, tök qoy yesinlər. Gedim evə ya, bu nə soyuqdur, öldüm. Gəlmiş il qaynatam gilə. Hava soyuqdur, buz. Bura Füzuli rayonu. Molla Məhərrəmli kəndidir, dostlar. Ha, dostlar. Qapımız açıqdır, çünki həyat yoldaşım mağazaya gedibdir. Ürəyim, bax mənə bax. Başında papaq yoxdur, hə? Mənə fırıldaq gəlsən buradan bura. Dur, burada papağı taxım. Gəl. Papaq var içəri. Gəl. Mən içəri soxma. Soxmuram içəri, dur orada gətirirəm. Hər şey yanımdan çıxardım. Gözlə də gətirirəm. Tapmadın, gözlə indi mən tapmışam. Mənə bax, mən də içəri girdim. Bəlkə gələsən içəri. Yox. Girmirsən? İşiyorsan. Paparazziyə yakalandın, nə işiyorsan? Bağla o qapını, soyuqdur. Yapay zekanın hazırladığı elmədinə bax. Elməddinə? Uşaqlar, nə işiyorsunuz? Telefona baxayım. Gözün ağrımır? Niyə ağrımır? 5 saat. Gətirdim. Sən neçə gündən ancaq telefona baxırsan? Sən nə işiyorsan? Bu da ilk oynuyor. Nə iqrasıdır o? No 7 o ilgası. No 7? Mən də Spiderman'dir. Özdə məndə babam telefon 1005 dənə oyundur. Burada da ətlərimiz gözləyir öz növbəsini gördüyünüz kimi. Burada tövr ətidir. Bu da qoyun ətidir. Qoyun da quzudur bu. Quzu ətidir. Quzudur bu, quzu. Yeni ilimiz hələ davam edir gördüyünüz kimi. Gəlmişik qaynatam gildə qonaqlığa. Baldızım sağ olsun dolma pişibdi. Qoyub burada pişib. Deyəsən pişib. Qoçaq qızdır da. Bu qız qoçaq qızdır. Bağlayamadım yeməyin lazım. Hə. Vəziyyət budur. Çöldə hal-hazırda iş görürlər. Burada qaynatam bacısı ilə danışır. Axşam biz öyle şeyler üstten almayın fayda 10 sene bir dolar. Sen bunu bilmək lazım. Allah haqqı mənə konkret ondan lazımdır. Əsl yəni peçin yerində yatası adamım da peçin qırağında. Bizə bundan lazım idi bir də. Gün axşama qədər yatım bunun dibində ancaq. Nətər gedir?
Oy, duz niyə orası atırsan ki? Hə, o başa sarmışdın. Oy, mənə gözləyənin göz çıxsın. Oy Allah, oy Allah. De sən də başa hərliyim. Hərliyim sən başa. Videoda zətdə baxan olur, deyərlər ki, göz dəyəcək. Yetim amma kimi. Allah eləməsin, öyle niyə elə deyirsən? Bir dənə başa aşağı elə, başa aşağı elə. Gözlərinin göz çıxsın. Bax, qaynatama gözlərinin göz çıxsın. Gözlərinin göz çıxsın. Abi. Ben atasın ettin üstüne. Eyf olasa. Gör nə qədər gözləri çarpıqını gördün. Deyirsən mənə gözlərmiş. Görürsən. Ben üstüne çöz yapışı var. Ha, çöz yapışır. Niyə? Çünki aşağı sallan etlər. Bir içsin yaxşı elə, bir sonra o birisləri özün bilərsən. Mənim qarnım doysun. Çayırdan çıktı eriyip güzeləcek. Geçer pişirecek. Ben çalmışım. Yoldaşım da qəşəng pişirir, mənim yoldaşım. Her evin satamdan hele çalıp pişirəm şeyi. Vallah. Mənə deyirsən, bu his deyil, bu neysə adamın Balkonda pişirəkdir. ruhunu qidalandırır. Ben bir tane böyle sen mi yarıyordun? Elektro mangal var. Evet, sonra şahit sonra bir dakika hamı yüzüyor oturdu. Ben bir şey yüzüyor oldu. Niyə şikayət edirlər, mən başa Telefon düşmürəm. da vereyim şimdi de Başımızdan yüzüyor. qabaqlarımızda 6 tane şişi vardı böyle. Yağı da sucuk qabı vardı altında. Körlə pişirirdik o vaxt uşaqlıq. Neçəyənin emində bala deyildi. Bu düşür her şeyi. Pis olur. Ben olsa Bu başını düşür görürüm. her şeyi. Yazın üstündedir. Böyle abim de. Yani Batarya var. Bəh, Ay, bu bəh, iPhone bəh. 13'den bir magalda yaxşı. aldın mı bunlara çipsi? Ha bu çipsini adam yemirdi, değer de bilmeyi almıyorum. Valla ben onu şu an birine vermedim. Videolardan da gördüyünüz kimi hal-hazırda rayondayıq. Yoldaşımın ailəsi rayonda yaşadığı üçün, bayram üçün gəldik ki, rayonda onlara baş çəkək, görək necədirlər. Bu bayramı burada qeyd etdik. Növbəti bayramlarda da qismət Allahdan. Gəldik, qaynatam sağ olsun, gəldiyimiz üçün bizə kebab çəkdi. Ümumiyyətlə çalışır ki, maksimum hər dəfə biz gələndə kebab çəksin, Allah canını sağ eləsin. Mən də bir xeyirli gəlin olaraq çalışıram ki, ev işlərində neysə lazımdırsa kömək edim. Ümumiyyətlə mən düşünürəm ki, əgər mən işləməsəydim, tez-tez gəlib gedərdim rayona, ancaq ki işlədiyim üçün heç cürə vaxt çatdıra bilmirəm. Mən rayon həyatını, təbiəti çox sevirəm əslində. Əkin biçini və yaxud da ki, heyvanları və s. təbiəti ümumiyyətlə çox sevən biriyəm. Sadəcə mənim çox zamanım olmur rayona gəlib getməyə. Ona görə biz azız gəlib gedirik. Belə gördüyünüz kimi kebabı artıq çəkiblər demək olar. Mən də çörəkləri doğrayıram ki, süfrəmiz üçün çörəklərimiz hazır olsun. Digər işlərin çox hissəsini görmüşük. Artıq baldızımla bir yerdə süfrəni düzmüşük. Sadəcə videoları çəkə bilmirəm həmin vaxtda. Çünki bəzən uşaqlar çox qarışdırır otaqları. Bəzən də elə olur ki, qonaq gəlir və yaxud da baldızım keçir oradan və istəmir ki, videoda görünsün. Təbii ki, o da ona görə mən istəmirəm ki, elə narazıçılıq yaransın. Burada isə pomidor turşusu qoyuram. Mənim ümumiyyətlə ürəyim gedir pomidor turşusundan ötürü. Bu pomidor turşusunu da baldızım tutubdu. Duzunu çox qəşəng eləyibdi. Həqiqətən də yedim, bayıldım. Dadı tam mənim istədiyim kimi. Mən ümumiyyətlə duzlu, istiyotlu turşu çox sevmirəm. Bu turşu da tam mənim idealımda, yəni düşündüyüm kimi idi. Mən özüm də evdə turşu qoyuram və elə də yaxşı alınır, yəni bəyənirlər, hamı bəyənir. Sadəcə bir dəfə istədiyim kimi tam alınmamışdı, çünki istiyotu var idi. Ancaq burada yediyim turşunu çox bəyəndim. Əllərinə sağlıq, buradan da ona salam göndərirəm. Gördüyünüz kimi banka ilə güləşirəm. Bankanın içərisindən çıxartmaq üçün olan o qaşıqdan yox idi. Ona görə mən də böyük qaşıqla çıxartmağa çalışıram. İndi Allah nə qədər veribsə maksimum şəkildə əzməməyə çalışıram. Ancaq görürəm ki, əzilibdir. Əslində orada videonu çəkəndə hiss eləmirdim. Ancaq indi baxıram ki, çox hissəsi əzilibdir. Yazıq pomidorlar. Nəysə, bunlar hamısı qaynatamın öz həyətinin pomidorlarıdır. Qızlar onu da deyim. Çünki hamısı həyət pomidorlardır. Yəni vaxtilə özü əkib və becəriblər.
həmin o pomidorları da tutum eləyiblər. Bilmirəm ondandır, bilmirəm nədəndir. Dadı həqiqətən də fərqli və gözəl idi. Beləliklə pomidor turşularımızı da çıxartdıq. Biraz zülüm versək də axır ki çıxdı. Onu da deyim ki, rayonda hava çox soyuq idi. Mən elə fikirləşirdim ki, yəqin ki, elə çox soyuq olmaz. Amma gedəndə gördük ki, adamın burnuna soyuq olur. Mənim də burnum əməliyyat olduğu üçün bilirsiniz, ilk dəfə soyuğu burnumla hiss edirəm. Ona görə siz əgər bu yaxınlarda rayona getmək planlayırsınızsa, mütləq əyninizi qalın geyinin, qalın geyimlər götürün. Bu dəqiqə Quba yolunda vəbşi də vəziyyət pis vəziyyətdədir. Ümumiyyətlə heç ora getməyə dəyməz ki, biz Füzulidəydik, amma yenə də sizə məlumat üçün qeyd edirəm bunu. Hə, indi dəmir tavanı sən qapaq kimi işlətsən, mən hardan bilim onu qapağını? Əla, əllərinizə sağlıq. Yedik, içdik, 3 günlük istirahətimiz sona çatdı və qayıdırıq evə. Yol üstü mağazaya da dəydik, çünki istədiyimiz heç nəyi biz rayonda tapa bilməmişdik. Buradan isə özümüzə lazım olan mini ərzaqlar aldıq ki, yol üstü dadaq, çünki yol uzundur, yatmamaq üçün ağzımız mütləq işləməlidir. Atışdırmalıqlarımız demək olar ki, həmişə olur. Sadəcə bu dəfə Füzulidən qayıtdığımıza görə orada da həyat yoldaşım deyir ki, sən istəyən cipsidən yoxdur və aldıq. İndi də başlayırıq neynəməyə, açmağa. Mən ağzımdan açmağa çalışdım, çünki bir əlimdə telefon tutmuşam, alınmadı, məcbur toğrula verdim. Biraz da toğrulun başı qarışsın. Ümumiyyətlə onu deyim ki, bu uşaq 3 gün ərzində bir dəqiqə normal dayanmadı. Bütün günü qaynayıbdı, ora-bura qaçıbdı. Ancaq arxasıca düşmüşəm demək olar ki, ümumiyyətlə o yemək yeyəndə mənim canımı alır demək olar. Bu dəfə də sağ olsun, cipsi ilə falan yola verməyə çalışır. Tripodlarımın heç birini götürmədiyim üçün telefonumu ora-bura sala-sala video çəkdim. Qismət olsa bu illəri niyyətim var. Tripodlarımı və telefonumu dəyişmək istəyirəm. Təbii ki, bu istəyimdən həyat yoldaşımın xəbəri yoxdur. Bilsə yəqin ki, narahat olar deyə düşünürəm. Ancaq hələ ki, bilməsə daha yaxşıdır. Gördüyünüz kimi yol üstü kalbasa çörəyimiz olmazsa olmaz. Ümumiyyətlə çörək isti olanda mənim daha çox xoşuma gəlir yemək, nəinki soyundan sonra beləcə içərisini açıb istədiyin həcmdə kalbasanı qoyursan və yol boyu yeyəsən. Ümumiyyətlə isə əvvəlki kalbasaların dadını mən hiss etmirəm. Bilmirəm sizdə də elədi yoxsa yox. Bu kalbasanın dadı əslində heç xoşuma gəlmədi. Servelat adı ilə alırsan, ancaq elə bil ki, içindən servelat çıxmır. Başqa bir şey çıxır, bilmirəm nə ətinlə eləyirlər bunu. Axır ki, tam ürəyimcə olmadı. Bu suyu isə toğrulu almışıq, çünki ılıqdır. Biz özümüzə su alanda əgər toğrulu almasaq, toğrul həminki gün bizim ömrümüzü çürüdə bilər. Ona görə ilk olaraq toğrulu almağa çalışırıq və sonra isə keçirik öz sularımıza. Genel olaraq mənim sevdiyim bir-iki su var ki, əriydi, şaftalıdır. Çünki narı içəndə üstümə tökülüb bir dəfə və paltarım elə hala qalmışdı ki, ondan bir şey çıxmadı. Odur budur, artıq nar suyunu yolda içməməyə çalışıram. Gördüyünüz kimi bu dəfə də şaftalı suyu almışıq. Ərik suyu tapmadım. Əgər tapsaydım ərik suyu alacaqdıq. Neysə. Maşında rahatçılığı sevirəm. Hər şeyi maksimum çalışıram ki, əlimin altına yığam. Yol boyu mənim üçün rahat olsun. Çünki yolda təkcə mən yemirəm, yanımdakiları da yedizdirməyə çalışıram. Biri yol sürür, digəri isə bütün günü ana onu ver, ana bunu ver deyə məni çürüdür. Burada da görürsünüz, oynaya-oynaya gedirik. Yolumuz biraz uzundur deyə nə qədər söhbət etsən də, nə qədər danışsan da mütləq ki, yuxu adamı basır. Yuxuda gəlməməsi üçün ağzımızı işlədirik maksimum. Burada yol üstü restoran olmalıdır. İndi oranı axtarıram ki, görüm haradaydı o restoran. Çünki orada da video çəkmişəm sizin üçün. Videoların bəzi hissələrinə əlavə səs yazıram. Bəzilərinin isə səsi özündən olur. Çünki bəzi videoları telif haqqı yarandığı üçün öz səsi ilə paylaşmaq olmur. Məsəl üçün hansısa videoda musiqi varsa, artıq o musiqiyə görə videonu dayandırırlar. Bu da mənim heç xoşuma gəlmir. Əziyyətim elə bil ki, heyif olur. Ona görə təkrarən səs yazıram üstünə. Burada da gördüyünüz qədərlə nəsə axtardım, ancaq indi heç xatırlamıram ki, mən o sumkada nə axtarırdım deyə belə çıxdı ki, tapmadım və gedirik deyəsən. Həmin o axtardığımız restorana elə ümid eləyirəm.
Ha, burada qoyunları sizə göstərim. Görün maşının içərisi doldu qoyundan. Hamısı bir-birinin dibindədir. Yazıqların nəfəs almağa yeri qalmamışdı. Və artıq gəldik, çıxdıq. O bizim məşhur restorana hər dəfə gələndə burada dayanırıq. Belə yaxşı restorandır əslində. Bugün də yenə gəldik ki, oturaq, çay içək, çörək yeyək. Yolda da komedixanaya baxa-baxa gəlmişik. Biraz da başımızı orada qatmışıq. Bu kafedə qiymətləri baha deyil. Bu günləri getdik, çay içdik. 4 manat idi çay. Çoxdan yola çıxmışam. Bu yaxşı. Bir də çəksin. Çəkirəm. Çəkməyim. Çək. Səni çəkirəm ki, böyüyəndə baxarsan ki, haralara getmirsən, haralardan gəlmirsən. Papağı taxmasaydıq, indi donurdum soyuqdan. Gəl, əllərvi yuh. Döndüm bulamam. Mən bu üstünə yemək istəyirəm. Əllərvi yuh, qollarını qaldır. Hə. Ay, soyuqdur. Ev yoxda bir damcı yuh, təmiz olsun içimizə. Bir damcı, süt bir-birinə əllərvi. Qəşək. Aferin. Mən dondu da aldım. Dondu. Gəl, bura tut silsin. Biz də buradan salfetka verəcəm. Oy, soğukdur. Ondan da mıhcım çövrüdür. Al salfetkanı sil. Su qaldı. Mən də yuyum da, mən yumuyorum. Kəsən. Çefindən tərədim. Hə? Çefindən tərədim. Ucu ağzına konfet atmışsan. Allah olsun sən. Və şu konfeti mən yiyəcəydim, sən nə yedin? Qal yoga. Gəl sənə bir dənə buzbaş deyim, buzbaş. Evə gedəndə acından öləcəksən, evdə yemək yoxdur. Sən onu ye, mən sən nə istəsən eləyim. Şərt kəsək səndən. Sən nə istəyirsən, mən də onu eləyəcəm. Niyə? Sonra ağlıma gəldi ki, deyəsən mən evdə zaxda mağaza görsəm orada istəyərsən, giysəm orada nasıl istəyirsən, ayacaq. Ona görə yaxşı gətir, amma biraz az qoysun. Gözdən də qoy gedim, deyim gəldim. Axana, evdə yox. Axana. Hara etdi bəs? Bilməyəm. Hara getdi? Burada da yoxdur. Bax. Bomboşdur. Görsən cizməzədim var. Yoxum imiş. İndi sevazəyədim gəldi. Çok öldü. Abiya, kadabiya. Gəldi. Çəkdir. Bəs niyə qoxusu belə gəldi? Gəl, mağazaya pis. Yemək qaynayır torum. Onun da biraz qoyasın, soysun, sonra yiyəm. Yəni qonşumuz vardı. Mamamgilin. Həmən xala. Yeməyi həmişə çox istəyəndə deyildi. Ay valla bir hor qaynatdın, bunu çox hor. Ana, Haydi. o istidir o yemək. Ha, istedim. Onda biraz gözləyəsin, biraz ihtiyaç soya, sonra yiyəm. Yedik, içdik, düzəldik yola, qaydırıq evimizə. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın.